Salam, mən Oğuz şəhər Həbib Babayev adına bir sayı tam orta məktəbin 7-ci sinif şagirdi Mütəllibova Zəhra. Mən Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli Texniki və Təbiət Təmayüllü liseyin 7-ci sinif şagirdi İbrahimov Yusif. Biz Qobuz komandası olaraq Beynəlxalq Sim Azərbaycan Festivalına Robosqol kateqoriyası üzrə qatılmışıq. Layihəmizin məqsədimiz futbol oyunu həyata keçirmək üçün texnologiyalar birləşdirərək ağıllı, sürətli və funksional bir robot hazırlamaqdır. Robotumuz Arduino platforması üzrə yığılmışdır və robotumuz tamamilə pult vasitəsilə idarə olunur. İdarəetmə sistemimiz NRF24E01 sensor rabitə modulu üzərində qurulmuşdur. Robotumuzun pultu üçün 2 ədəd joystickdən istifadə etmişik. Joystickin biri irəli-geri, digəri sağa-sola hərəkət etdirmək üçün lazımdır. Pultumuzda 2 ədəd litium batareyalardan istifadə etmişik. Robotumuzun hərəkət sistemi üçün 4 ədəd 6 voltluq metal dişli DC mühərriklərdən və 4 ədəd təkərdən ibarətdir. Mühərriklər 2 ədəd E238 el motor sürücü vasitəsilə idarə olunur. Enerji mənbəyi kimi 5 ədəd litium batareyalardan istifadə etmişik. Robotumuzda 1 ədəd açar vasitəsilə işə düşür və eyni zamanda LED ekranda vaxt göstəricisi aktivləşir. Vaxt zamanı robot irəli getdikdə yaşıl işıq, geri gəldikdə isə qırmızı işıq yanır. Bu LED lampalar birbaşa motor sürücü ilə əlaqələndirildikdə real vaxtda hərəkət istiqamətinə uyğun işıqlar siqnal verir. Oyunda qol vurduqda, idarəetmə pultundakı joystick mərkəzinə basıldıqda ekranda qol sözü yazır və mahnı oxumağa başlayır. Robotumuzun gövdə hissəsi CNC aparatında 3 mm-lik taxta materialı hazırlanmışdır. Bu material həm yüngül, həm də dayanıqlı olduğu üçün yarış üçün ideal seçimdir. Konstruksiya dizaynı həm estetik görünüşü, həm də mexaniki sabitlik nəzərə alınaraq hazırlanmışdır. Robotun açılıb bağlanması üçün korpusda ayrıca açar sistemi qurlaşdırılmışdır. Bu layihə üzərində işləyərkən komandamız elektronika, proqramlaşdırma, mexanika və dizayn sahəsindəki biliklərini birləşdirib praktiki şəkildə tətbiq etmişdir. Bizim üçün bu layihə təkcə bir yarış deyil, həm də yaradıcılıq, əməkdaşlıq və texnoloji düşüncə bacarıqlarını inkişaf etdirmək fürsətidir. Saat 2025-də görüşənədək.